Mən sizin riyaziyyat və informatika müəlliminiz Aynurə Fətəliyeva. Bilirəm ki, semestr imtahanına az qalır və bütün tələbələr narahatdır ki, imtahanı necə verəcək. Əslində olan şübhəli. Mən ona görə də bugün sizə tələbələrin ən çox əziyyət çəkdiyi matrisin tərsinin tapılması haqqında bir sual izahı verəcəm. Biz bilirik ki, matrislər üzərində müəyyən əməllər var, amma matrislər üzərində bölmə əməli elmə daxil edilmir. Və bölmə əməlinin əvəzinə matrisin tərsi anlayışından, tərsi əməlindən istifadə olunur. Və matrisin tərsinin tapılması üçün bir sıra müəyyən şərtlər var, onlar ödənməlidir. Gəlin həmin şərtlərə baxaq, həmin qaydalara baxaq. Mən sadəlik üçün iki tərtibli matrisin tərsinin tapılması izahını verəcəm bugün sizə, amma növbəti videolarda üç tərtibli matrisin tərsinin tapılmasının izah qaydasını da verəcəm. Deməli, gəlin bugün biz iki tərtibli hər hansı bir A matrisinin tərsinin tapılması qaydasına baxaq. Təbii ki, nəzəri hissələri biraz sürətli keçirəm. Əsas misalın həllinə fokuslanaq. Deməli, bizim iki tərtibli bir A kvadrat matrisimiz var. Gəlin bunun tərsini tapaq. Matrisin tərsinin, belə desək ki, varlığı üçün zəruri və kafi şərt var. Həmin şərt odur ki, matrisin determinantı sıfırdan fərqli olmalıdır. Baxın, ilk olaraq bir matrisin tərsini tapmaq istəyirsinizsə, mütləq həmin matrisin determinantını hesablamalısınız. Gəlin biz A matrisinin determinantını hesablayaq. Determinant A bərabərdir. Deməli, bu matrisin determinantı gəlin görə nəyə bərabərdir? Biz bilirik ki, iki tərtibli matrisin determinantında biz baş diagonal elementlərin hasilindən çıxırıq köməkçi diagonal elementlərin hasilini. Deməli, baxaq, 2-ni mənfi 3-ə vuranda eləyir mənfi 6, 5-i mənfi 1-ə vuranda olur mənfi 5. Deməli, olacaq mənfi 6 çıx mənfi 5. Buradakı 2 mənfi müsbətə çevirir, olur mənfi 6 plus 5. 1 mənfi 1 müsbət olanda böyükdən kiçik çıxıb, böyük işarəsini yazırıq. Yəni, 6 çıx 5, 1. Böyük 6-dır, modulca böyük olan. İşarəsi isə, deməli, mənfidir. Yəni, matrisin determinantı oldu mənfi 1. Və biz gördük ki, matrisin determinantı, yəni mənfi 1 sıfırdan fərqlidir. Bu o deməkdir ki, artıq bizim matrisimizin tərsi var. Gəlsək, əgər matrisin tərsi varsa, ona cırlaşmayan matris, qeyri-məxsusi matris deyirlər. Əgər matrisin tərsi yoxdursa, ona cırlaşan məxsusi matris deyirlər. Bir də deyirəm, matrisin tərsinin varlığı üçün zəruri və kafi şərt odur ki, matrisin determinantı sıfırdan fərqli olmalıdır. Əgər onun tərsi varsa, buna cırlaşmayan və yaxud da ki, qeyri-məxsusi matris deyil. İndi gəlin davam edək. Biz tapdıq ki, determinant A mənfi 1-ə bərabərdir. Bu hissəni silirəm. Aha. Burada da mən matrisin tərsinin tapılmasının düsturunu yazmışam. Deməli, A üstü mənfi 1. Bilirsiniz ki, matrisin tərsi A üstü mənfi 1 ilə işarə edilir. Bu hissələri çox da toxunmuram nəzəri hissələrə, mühazirəyə. Deməli, biz tapdıq ki, determinant A nəyə bərabərdir? Mənfi 1-ə. Olacaq 1 bölünsün mənfi 1. Vurulsun. Əslində, bu mötərizənin içində nələr yerləşir, onu deyim sizə. Biz əslində, burada A matrisinin bütün elementlərinin cəlbi tamamlayıcılarını tapıb, tamamlayıcı qruplarını tapıb, daha sonra transponir eləməliyik. Yəni, transponir o idi ki, matrisdə sətir və sütunun yerinin dəyişməsi. Amma iki tərtibli matris üçün sizin bu elementlərin hər birinin ayrılıqda tamamlayıcı qruplarını tapıb, bu mötərizəni, bu matrisi transponirə etməyinizə ehtiyac yoxdur. Asan qayda var. Nədir o asan qayda? Mən əslində onu demək üçün bu videomu çəkirəm. Deməli, siz elə bir ki, bu mötərizənin daxilini tapmanız üçün İstəsəniz bunu evdə yoxlayarsınız, eyni bu şey alınacaq, yəni ekvivalent olacaq bunlar. Bu mötərizəni almaq üçün biz deyirik. Baş diagonal elementlərin yerini dəyişirik, olur mənfi 3, 2. Köməkçilərin isə işarəsini dəyişirik, olur mənfi 5 və 1. Yəni, gəlsək, uzun sözün qısası, əslində siz gedir, burada A matrisinin, bilirsiniz də, elementləri bunlardır. A1-1, A1-2, A2-1, A2-2. Əslində bunların hər birinin tamamlayıcı qruplarını tapıb, onu transponir eləməliyik. Yəni, birinci şərtdir sizdə artıq birinci üstün olmalıydı, ikinci şərtdir sizdə artıq ikinci üstün olmalıydı. Amma vaxt itirmədən bunu asan qaydada bu şəkildə tapmaq olur. Siz baş diagonal elementlərin yerini dəyişirsiniz, köməkçilərin isə işarəsini dəyişirsiniz. Yəni, bu mötərizəni almaq üçün. İndi, biri mənfi 1-ə böləndə təbii ki, mənfi 1 edir. Onu vururam mötərizəyə. Biz
Biz bilirik ki, ədədin matrisə vurulmasında nə iş görürük? Bu ədədi matrisin bütün elementlərinə bir-bir vururuq. Deməli, baxaq, -1-i -3-ə vursaq, təbii ki, müsbət 3, -1-i 1-ə vursaq, -1, -1-i -5-ə vursaq, müsbət 5, -1-i 2-ə vursaq, yekunda olacaq, -2. Yəni, A matrisinin tərsi, yəni A üstü -1, bərabər oldu, baxın, burada gördüyünüz yekun cavaba. Beləliklə, sualın izahı yekunlaşdı. Ümid edirəm ki, bu video sizin üçün aydın olar.